Hər kəs salamlayıram. Dostlar, gördüyünüz bu göyərtinin qiyməti 20 qəpikdir. Demək olar çox ucuzdur. Amma sən 3 ay, 4 ay bunu ardıcılıqla hər gün qəbul eləsən, bu qəbul elədiyin minerallar var ha bunun tərkibində. Qiymətsiz olacaq. İndi qurban olduğum bizə bu bəxş eləyib bizim torpağımızda var. Amma elə ölkələr var ki, bunu heç tapa da bilmirlər. Yəni tapsalar da çox baha tapırlar. İndi əksəriyyəti deyir bu 20 qəpikdirsə bunun xeyri və s. yoxdur. Xeyr, bunun mineralları o qədər zəngindir ki, bəlkə də heç başqa məhsullarda yoxdur. Axşam sən bunu qatıb kəsmiylə yeyə bilərsən. Kəsmiyi də ki, kazeyini əvəz eləyir. İndi ola bilsin sən zaldan çıxmısan, bir dəfə yemək yeyirsən, yatırsan və yuxu aparandan sonra əzələ ac qalır axı. Sən düşünmə ki, zaldan çıxdım, əzələm, yəni istirahəti bitdi. Xeyr, o axşama kimi, daha doğrusu səhərə kimi inkişaf edir. Yəni o baxımdan yəni əzələ ac qalmamaq üçün sən kazeyini istifadə edə bilərsən. Və bir daha söyləyirəm dostlar, diş ağrısı olsun, yəni dırnaq ağrısı olsun, sənin qarşıya var dövlət, yəni qoysalar sən qəbul eləməyəcəksən. Tək sağlamlığın olsun. O baxımdan söyləyirəm dostlar, çalışın, sağlamlığınızı qoruyun. Yəni pulu sən qazana bilərsən. Yəni istədiyin nə vaxt işləsən, qazana bilərsən. Amma yəni sən canın sağlam olmasan, sən onu işləyib qazana bilməyəcəksən. O baxımdan həmişə deyirəm ki, birinci yerdə sağlamlıqdır. İndiki zamanda da adi misal üçün adi yağları götürək. Baxırsan heç kök adam da deyil, yəni arıqdır və yaxud yəni yaşı da cavandır. Amma tromp yaradır sənin o həmin damarında. Ondan da sən yəni həyatı bir təhlükəyə atırsan. Hər kəsə uğurlar.